Salam, videoma xoş gəlmisiniz. Bugün sizinlə Vinetka vlog çəkirəm. 2 dənə Vinetka çəkilişimiz olacaq bugün. Biri dəniz çəkilişi, biri isə gecə çəkilişi olacaq. Bu arada dırnağımı elətdirmişəm, sizə onları göstərim. Neyse, daha yaxından detallı sonra göstərərəm. Belə bir şey alınıb. Obşim, saçımı falan düzləşdirmişəm. Belə göstərim, flash niyə açıldı bilmirəm. Göstərmişkən də dırnaqlarımı da göstərim. Belə bir şey alınıb. Mən şəxsən çox bəyəndim. Hələ bu ikisini vəbşə. Bu da zərli idi. Bu ikisi amma sadədir. Bu da normalda sadə olacaqdı. Prosta dedim, onu da zərli eləyək. Beləliklə sizə saçımı göstərəcəydim. Flaşı bağladım. Belə göstərim. Saçımı düzləşdirmişəm və sıra makyajdadır və makyajı bu dəfə nəhayət bir yerdə eləyəcək. Ona görə belə hal-hazırda 1 saat falan vaxtım var və mən niyə tələsmirəm bilmirəm. Tələsməliyəm. Çox rahatam bu dəqiqə. Neysə, indi isə keçəcəyik makyaja böyük ehtimalla. Belə, əynimi isə sonra geyinəcək. Deməli dostlar, hal-hazırda gəldim və makyajımızı eləyəcək bir yerdə. Üzümü gedib yudum, üstüm ona görə yəni su olub, yəni onu çox takmayın. Amma nəmləndiricimi unutdum, gedim onu gətirim. Hətta mən onu vurub elə gəlim, makyaj başlayaq. Və dostlar, cildimi nəmləndirib gəldim. Bu ikisini qatışdıracağım, çünki bu biraz açıq qalır və şəkillər kamera ilə çəkiləcəyi üçün və gecə çəkilişi böyük ehtimalla flashla çəkiləcəyi üçün üzümün ağappaq düşməsini risk eləyənmərəm. Düzdür, ona bilmirəm, onun böyük ehtimalla gecə çəkilişi üçün makyajımı tazələyəcəm. Bunu qatıram, birazcıq da bu var. Bunu qatacağım içinə ki, tündləşsin. Amma çox da tündləşməsin. Sonra isə bunu vuracağım üzümə. Mən bunu vurum, sonra yayım. Sponjla yayım, gələm. Və dostlar, mən gəldim. Birazcıq qorxunc görsənə bilərəm. Amma siz takmayın. Üzümə konsiler vuracağım. Gözümün altına konsiler vuracağım. Çünki vurdum Tanani. Açıqda konsiler də şey qalmasa yaxşıdır. Bunu da vuraq belə. Və bunu da yayıb gəlirəm. Və dostlar, mən gəldim. Sifətim çox şey görsənə bilər. Bunu çox takmayın. Bayağı ağ görsənə bilər. Yəni dodağıma qədər Tanani olub. Tanani də deyildi. Neysə ondan. Hal-hazırda belə görsənir. Konsilerimi də vurdum. İndi isə keçirik göz makyajını eləyəcəyik. Və sonradan o birisi makyajlarından da tamamlayacağıq. Göz makyajı üçün belə bir dənə fırça işlədirəm. Bir də başqa bir dənə fırçam var. Hətta 3 dənə var. Amma bunu daha çox işlədirəm. Ona görə bundan davam edəcəyik. Aça bilsəm. A few moments later. Açdım. Deməli, bundan bu rəngi işlədəcəm. Bundan bu. Bunlar bayağı oxşur. Bu onun açıq versiyasıdır. Bu isə daha tündür. Bunu vurub ondan da tündləşdirəcəyik. Bura daha rənglidir, bura daha soyuqdur. Nə oldu? Mənim fırçamı bu rəngindən işlətmişdim. Fırçam o rəngdən qaldığı üçün şey alındı. Maskara falan vurum. Bunu toparlayaq. Qəşəng görsənəcəyinə əminəm. Deməli dostlar, çox tələsirəm hal-hazırda. Neysə, saçımı çox takmayayım, bir qəribə şey oldu. Makyajımı elədim, amma bu dəqiqə kameraya nəsə olub bir anormal çəkir. Neysə, sizə kombinimi göstərəcəm, onu göstərək. Deməli dostlar, kombinim belə bir şeydir. Oradakiləri fikir verməyin, onları indi atacağım. Belə bir şey alındı. Sonra daha detaylı sizə göstərəcəm. Amma gedək birinci ora çataq, çünki belə gedişdən gecikirik. Taksiyə yazır. Şükür Allah haqqı. Mən güya burada qəşəng video çəkəcəydim. Cəmaatım burada mükəmməl fizikləri ilə nəticə. 1
Hello, sizi hal-hazırda fərqli bir gündən qarşılayıram. Çəkiliş günün sonrası gündür və əslində 2 gün keçib, amma nəysə, keçməmiş sayın. Bir çəkilişin üstündən keçən ikinci günü, nəysə çox danışdım. Çox hərəkətlə. Nəysə, indi isə dedim axşam vlogu da çəkim. Həm video mən qısa alandığını gördüm. Qoynum qapqada. Hələ editsiz 11 dəqiqə oldu və editsizdir bu. Edit eləyəndən sonra bayağı azalacağına əminəm. Bir də mən zaten Vinetka günü çox danışmamışam vlogda, onu da fark elədim. Nəysə, indi isə gedirik marketə və makaron, bir də saska alacağım, çünki yemək pişirəcəyik. Bəli. Bugünə belə çox planım yoxdur. Böyük ihtimalla evdə olacaq. Əynimi də geyindim, sizə kombinimi göstərim. Kombinim, üstümə bunu geyindim. Bunu zaten Vinetkada da giymişdim. Və belə bir dənə yaşıl cins. Belə, indi isə düşək marketə. Hava həddindən artıq qəşəngdir. Və işıq elə vurur ki, üzündəki hər şey ortadadır. Bərbad. Gedib giririk araza. İşə çox makaron seçimləri var. Amma deyəsən onu alacağım. Çünki o dəfə də bunu almışdım, səhv eləmirəmsə və geçən çıxmışdı, sevdim. Saskamızı aldıq, gedirəm kasaya. Aldım. İşlərin hamısı buradadır. Kola da aldım. Get-gəl elədim, 1 litrlik aldım, yoxsa yarım litrlik. 1 litrlik aldım. Biraz məntiqsiz qərar verdim, amma neysə. Dostlar, evə gəldim. Kola aldım. Makaron da normalde 2 dənə saska alırdım. Qadın dedi 3 dənə verim, mən də dedim verim. Belə. Saska ilə kolanı xaldan qoyuram, çünki dostumla görüşəcəm. Onunla görüşəndən sonra gəlib yemək pişirəcəyik bir yerdə. Deməli dostlar, hal-hazırda evdəyəm və gəldim. Dostumla biraz gəzdik. Belə. Ay, bunun arxası sulu. Çünki sulu yerə qoymuşam. Neysə, makarona eləyəcəyik. Çox əla cümlələr qururam. Neysə, makarona eləyəcəyik. Yanına da salad eləyəcəm. Makaronu da ilk qaynamağa qoyacağım indi. Ondan əlavə isə pendir rendələyəcəyik və saska qızardacağıq. Eləli, belə bir şeylər eləyəcəyik. Ona görə indi işə qoyulaq. One eternity later. Deməli dostlar, makaron suyunu qoydum qaynamağa. İçinə makaronumuzu tökəcəyik. Bunun içinə tökdüm çünki göz qərarı yox da qabla ölçüm dedim. Nə artıq, nə də əksik olsun. İndi isə Holland pendirini rendədən keçirəcəyik. Sonra isə saskaları doğrayıb qızardacağıq. Belə. Bu arada saçımı da yığıb gəldim. Hazırdır, yəni daha doğrusu bir dənə pomidor, bir dənə xiyar doğradım. Çünki zaten bir porsiyalıq elədiyim üçün və mən çox şey yemədiyim üçün belə elədim. İçinə duz atdım indi. Biraz da
Biraz da bundan atacağım. Ve böyle bir şey alındı. Ben bunun içine biraz da duru yağ attım. Çünkü normalde zeytinyağı atılır ama evde olmadığı için duru yağ attım. Ama çok az bir şey attım. Şimdi ona bakalım. Ben pomidor bayılmayan insan geçeydi burada. Burası biraz tuz eksikti. Biraz da tuz atıp geldim. Makaronumuz hazırdı. İndi ise içine peyniri tökeceğim. Makaronumuz hazırdı. Üstüne de kapak koydum ki hem isti qalsın, hem de pendiri daha yaxşı ərir. Üstüne belə əridim. Yemeğim de belə görsənir. Məncə çox qəşəng görsənir. Saladım da orada və kola falan belə. Dostlar, hal-hazırda hamamdayım. Çünkü yatmaya gedirəm və makyajımı dedim çıxardaq birinci. Ondan sonra isə gedim. Telefon hal-hazırda şkafın içindədir. Bəli. İlk öncə dişlərimi fırçalayacağım. Sonra isə makyaj çıxardacağım. Dostlar, video buraya qədər idi. Baxdığınız üçün çox sağ olun. Başqa bir videoda görüşmək üzere. Bay bay.